Malikdir. Allah kömək. Yox, səni Allah hidayət kömək elədim. olsun. Səni hidayət elədim. Təşəkkürlər. Allah eləsin, siz eləməyin qardaş. Niyə mən eləsəm pis olur? Dəniz Siqaqaş, xoş gəlmişsən, buyur. Salam, salam, xaloğla. Necəsən, nə var, nə yox, canım Sağ ol, sən necəsən? Sağ ol, sağ ol. Sən savatıma böyük hörmətim var, həqiqətən. Çox sağ ol. Sağ ol, hal-hazırda dənizliyəm, evdə qoşulanmıram, yəni evdə içki zadı içirəm də. Ha. Sən yayımı ancaq ayaq başa gəlmək düzgün deyil, elə. Dedim, qardaş gələn səninlə salamlaşıb. Ha. Baxmışam yayım var, döyüşdən medallar. İndi dənizə içmək olmur da, işimlə əlaqədar olmaz. Ayaq dənizçi olur. Yox, valla, valla ne olmuş. Ya məcburuq da qardaş, başqa diyorum sən, xidmət eləyirəm axı. Ha, heç. Gördüm, Yaxşı. 2 nəfər adamım var, 2 nəfər, 6 nəfər adam var, ona görə qoşuldum. Çox numaradan qoşulma olmur. Heç nə, hələ dedim salamlar. Sağ ol əzizim, təşəkkürlər. Sağ ol, sağ ol. Sağ ol. Sən yarımda. Çox sağ ol, təşəkkürlər. Salam aleyküm. Məykim. Qardaş, mən sizə bir də bu filosof qardaşa demək istəyirəm ki, yəni çox uzatmayacağım. Oğurluq kənd yumurtası satıram. Dənəsi 11 dəfə. İstəsəz əgər, yəni çatdırma alaq yoluna. Yaxşı. Nə işə düşmüşük? Ay insanlar, ay yoldaşlar, sizə bayaq rica etməm. Bu Şəkidə olan vətəndaşlar. Şəkidən bizi kimsə izləyirsə, getsin o Şəkidəki dəlixananın qapısına baxsın, açıqdırmı, bağlıdır. Məşdağada olan yoldaşlar, zəhmət olmasa gedin o qapıya baxın, açıqdırmı, bağlıdırmı, mühafizə yerindədirmi? Nə çətin işdir orada. Yaxın qalan, ola bilməz ki, burada 2800 nəfərin içində kimsə Məşdağada o dəlixanaya yaxın qalmaz. Gedin baxın o dəlixananın qapısına, görün açıqdır, bağlıdır. Və ya zirədəki o parniklərin qapısına gedin baxın. Niyə beləsi? Əsəbiyəm, rica edirəm də uşaqlardan gedib dəlixananın qapısına baxsınlar da. Valih buyur, xoş gəldin. O Valih də getdi. Hər növ ağlay daşlar. Firma adları ilə niyə qoşulursunuz siz? Buyur, hər növ ağlay daşlar. Qaqa, Maşdağada mühafizədə işləyirəm, bağlıdır burada qapı. Ay qardaşım, ora diqqətli olun da, bəlkə orada qıraqdan bucaqdan gedənlər var, qaçanlar var. Yox, bura tam arxayın ol, bağırır. Heç bir şey. Sən arxayınıq ha, bax. Sən arxayınıq. Oldu baş üstə. Hava Oldu əzim. Çox sağ ol, təşəkkürlər. Deyirəm, dəlixananın mühafizəsi də qoşuldu bizə. Elçin kişi, gəl Elçin kişi, səni xatırlayıram, mən sən mənim ilk göz ağrımsan. Ramin bəy. Ramin bəy, bu Elçin kişi mən ilk göz ağrımdır. İlk yayınımın ilk qurbanıdır. Ay Elçin kişi. Allah əzr versin ona. Axşamın xeyir. Necəsən? Sağ ol, sən necəsən? Sağ ol, sağ ol. Mən elə belə bir xatırlatma eləməyə gəldim. Belə sənə çox incidən deyiləm. Yo, niyə xatırlatman? İlklər unudulmur. Hə, sağ ol, sağ ol. Sən bu şeyi necə deyirlər? Ay Elçin, xatırlayırsan nə demişdin? Hə, nə deyə yadıma sal ala. Demədin ki, sən bir ay çəkməyəcək, yayını buraxıb gedəsən? Mən deməmişəm elə. Dedim bir aya başın buraxasın. Üstündən il yarım keçib. Mənim o yadımda deyil. Onu mən dəqiq xatırlamıram. Ola bilər biz xatırlayırıq. Devasa bir serverimiz var və bütün yayınlarımızın kaydı var. Ya onu mən dəqiq deyə bilməm. Çünki mən elə söz biraz mənə aid deyil də. Bilirsən, mən elə qarantiyanı qabaqcıdan vermirəm. Mən onu vermirəm. Ola bəlkə sən mənim kimlərsə... Amma bizim serverlərimizdə durur kayıtlar. Onu bir dəfə təkrar baxarsan, mən inanmıram. Çünki o mənə yaddır da. Elə qabaqcıdan nəysə elə şey demək mənə yaddır. Ola bilər ancaq, hər şey ola bilər. Ancaq dəqiq mənə aid deyil o. Yaxşı, buyur, indi nəyə gəlmişsən biz? Mən, əvvəla sənin üstün cəhətin odur ki, sən əxlaq çərçivəsindən, yəni heç kəsə söymədən, əxlaq çərçivəsində danışırsan. Bu sənin müsbətindir.
indi o təriqət daşıyıcıları bəlkə də təriqətdə deyirlər, ancaq o əxlaqsız danışırlar. Bu doğru hal deyil. Mən xatırlatma onu eləmək istədim ki, mən inananam, yəni axirətə varlığım qədər inanıram və insanlar, yəni dinin əsas açarı axirətdədir. Bu günləri insanlar ona görə ziddiyyətdədirlər ki, axirət heç kəsə sərf eləmir. Çünki əbədi yanmaq var. 50+1, yəni Quranda göstərilir ki, insanların əksəriyyəti əbədi yanacaq. Azım niyə sərf eləmir ki, elə qəşəng sərf eləyir ki, mən də istəyirəm də huriləri. Ya 50+1 insanlar Quranda göstərilir ki, əksəriyyət əbədi yanacaq. Yəni 50+1 %100 əbədi yanacaq. Bu Quranın hökmüdür. Mən sadəcə olaraq bu xatırlatmanı eləməyə gəldim. Ha, yaxşı elədin. Başqa bir şey? Bir də ki, o təriqətlərlə bağlı məsələlərdə təriqətlər ümumiyyətlə Quran pərdəsi altında pərdələniblər. Onlar sadəcə olaraq Quranı əldə rəhbər tutub. Quranı əldə rəhbər tutub, Quran pərdəsi altında pərdələnib danışırlar. Yəni təriqətlər, təriqət daşıyıcıları da əbədi yanacaqlar. Bu bir mənalıdır. Məhzəbləri deyir uşaqlar, məhzəbləri deyir. Bu adamlar Azərbaycan dilində, Quran, Azərbaycan dilində ibadət anlayışındadırlar. Təşəkkürlər hepsi, təşəkkürlər. Çox sağ olun, çox sağ olun. Heç olmasa öz dilimizi hörmət eləyirlər. Təşəkkürlər Azim, sağ olasın. Ramal buyur, xoş gəlmişsən. Ay Ramal qardaş. Mələk ki. Salam aleyküm. Mələk ki. Ne tersine var ne yok? Sağ ol, sən necəsən? Allah razı olsun. Yaxşı olun, çok sağ olun, var olun. Minnətdaram. Buyur, səni dinləyirəm. Burada siz mən sizi həmişə izləyirəm. Həqiqətən mənə ləzzət edir sizin bu danışıqlarınız. O biri tərəfdə biri var, Samir var, Vəliyev, Kafeşli'dən. Bir tərəfdə biri var, bilirsiniz də onu? Ha, bilirəm. Bəli, qəşəng qutab bişirir, tanıyırıq, bəli, bəli. O başlayır, nə bilim, ateist belə, ateist elə. Ateist nə eləyib ona? Mən başım çıxmır. Bizneslərini aldırıq da O da onun biznesləri. fikridir, hörmət eləyirik, hörmət eləyirik, bəli. PK var uşaqlar, 10 dəqiqəyə PK olacaq. 10 dəqiqəyə. Hazırlaşırıq. Səs Ha, var. buyur. Əsas odur ki, sağ olun Çevik, var olun, Sağ ol, Allah razı olsun. təşəkkürlər. Minnətdaram. Sağ ol. Sağ ol. 313 buyur, xoş gəlmişsən. Ay 313 mikrofonu aç qaqaş. 313 Salam aleykum, axşamınız xeyir. Mələk ki. Əmi, indi siz burada Allahı, yəni indi siz ateistsiniz də, düzdür? Yox, ignostik. Pastafariyan. İndi yəni siz deyirsiniz ki, Allah yoxdur, düzdür? Hansı Allah yoxdur deyirik biz. Yəni bəşəriyyəti yaradan Allah. Sənin neçə yaşın var kişi? İnsanları yaradan Allahdır, yəni. Sənin neçə yaşın var? Mənim 13 yaşım var. Yəni söz deyib çıxıram da, beləncə çıxartma da başladım. İndi sözün Süt. Olmaz o. Süt. 13 yaş var, 313 yazır. Küyə gedib, yüz var, küyə. Bəxtiyar buyur, xoş gəlmişsən. Xoş gününüz olsun, xoş gününüz olsun. Axşamınız xeyir olsun, əsənliklər. Necəsiz, nə var, nə yox? Sağ ol əzim. Nə xoş Ramin bəy də burdadır. Deməli, bir söz deyib, sual verib çıxmaq istəyirəm. Debata gəlməmişəm. Sənə düşman deyiləm. Ha. Hər bir dinə görə onun əməlləri var. Məsələn, İslam dininə görə ölünü, biri dünyasını dəyişərsən, ölərsə, sən o məşhur sözün var, pambığı tıxadılar ora. The end, game over, yazıldı, qutardı ya. Ay sağ ol. Deməli, bizim inancımıza görə, məsələn, kəfənləyirik, üzü qibləyə dəfn eləyirik. Sizin inancınıza görə necədir bəs? Və sizin inancınıza, üzr istəyirəm, dedim, axı bir söz deyəcəm, sonra sual verəcəm. Deyirəm. Sizin inancınıza görə, əgər bizimki kimi eləyirsinizsə, deməli düzgün bir şey deyil. Nə barədə? Yəni sizin iradənizə görə, sizin inancınıza görə.
Necədir bəs sizdə? Bir ateistlərdə. Birincisi mənim qardaşım, siz o bizim dediyimiz şeyi bizdən oğramısınız. Çünki bu dəfn adətləri İslam'a görə deyil. Qəbir daşıdır, məzar daşıdır, taxta tutadır. Bunlar İslam'a görə deyil. İslam'a görə deyil. Sən mənə Quranın heç bir yerində pambığı tıxa, kəfəni geydir, üzü qibləyə bastır deyə bir şey tapıb göstərə bilməzsən. Sən onu göstərə bilərsən mənə? Bax əzizim, mən demədim ki, pambığı tıxıyım, nə bilim, baş daşı belə gəldi, taxta daşı belə getdi. Mən ona sual vermədim sənə əzizim. Mən dedim ki, İslam dininə görə, ən azından İslam deyir ki, Qardaşım, İslam deyir ki dediyin anda, bax niyə dinləmirsiniz siz? Anlasanız elə qəşəng diyaloq qura bilərik ki. İslam deyir ki, İslam harda deyir? Hansı kitabda, hansı qaynaqda, hansı mətndə, hansı tekstdə? İslamın dediklərinin mərkəzində Quran durursa və Quran belə bir şey demirsə, sən xeyr ola gəlib kiminsə dediyini mənə soğuşturmağa çalışırsan, bu bir. İkincisi, bu bizim dəfn adətlərimiz. Bu bizim dəfn adətlərimiz. İslam deyir ki, dediyin anda cavab verməlisən ki, o hardan deyir? İndi gəldik üçüncüsüyə. Bu dəfn adətlərinin 60-70% zaten İslamdan qabaq bu bölgədə, bu coğrafiyanın insanında və ya Türkistanda istifadə olunurdu. Törəmizdən gələn. Bax, bizim kitablarımızın içində, bax, ölü götürmə qaydaları deyə bir göç türkçə kitab var. Sən göç türkçə bilmədiyinə görə oxumaya bilərsən. Amma bunun Azərbaycan, yarısı Azərbaycan zat. Yəni Azərbaycan türkçəsi iləndir. Bax, alırsan, oxuyursan, ölü necə götürülür, ölü necə dəfn olunur, hamısının bir qaydası var. Törəmizə görə bir nizamı var. İndi sən mənə bizim törəmizdən fırladıb İslam adına soxuşdurduğun şeyləri məndən tələb edirsən ki, sizdə hardan gəlir? İndi mən də sənə sual verirəm ki, İslamdan qabaq bu cəmaət ölülərini də formada bastırırdı. Küçəyə tulluyurdu. Xeyr. Bizim də bir qaydamız var, bizim də bir qanunumuz var, bizim də bir nizamımız var, törəmiz var. Bax, bu ateizmin mövzusu deyildir. Şəxsi seçimlərinin, fərdin şəxsi seçimlərinin mövzusudur. Mən türk olduğuma görə, türk törəsinə görə, türk törəsinin nizamına görə istifadə edirəm bu mexanizmanı. Sən indi özünə İslam deyirsən, amma İslamda bunun qarşılığını tapa bilməzsən. Çünki İslamda qəbir daşı deyə bir anlayış yoxdur, qəbir ziyarəti deyə bir anlayış yoxdur, ölüyə sayğı deyə bir anlayış yoxdur, atalara sayğı deyə bir anlayış yoxdur. Qəbir itməlidir. Sən qəbrin üstünə gedirsən, təmizləyirsən, sən qəbrin üstünə daş qoyursan, sən qəbrin üstünə şəkər qoyursan, sən qəbrin üstünə ad yazırsan, sən qəbrin üstünü gedib səməni qoyursan, sən qəbrin üstünə şəkər bura qoyursan. Bunların tamamı türk adətləridir. Sən qəbir sandığı təmiz saxlayırsan, oranın bir görevlisi olur. Bu görevli oranı təmiz saxlamaqla yükümlüdür. Bunların tamamı türk və Azərbaycan adətidir. Bu coğrafiyanın adətləridir. Ataya sayğı türk törəsindən və Azərbaycan xalqlarının birliyindən gəlir, bir kültüründən gəlir. Sənin İslam adətlərinə görə hər bir məzar daşı bəlli bir müddət sonra itməlidir. Qəbir ziyarəti bütpərəstlikdir. Qəbir üstünə yemək içmək qoymaq bütpərəstlikdir. Qəbir ətrafını təmizləmək bütpərəstlikdir. Ataya sayğı, atanın məzarının başının üstündə dayanıb hər hansısa bir dialoqda istifadə etmək bütpərəstlikdir. Başa düşürsən mənim qardaşım? Bizim olanı bizdən alıb İslam adı ilə bizə soxuşdura bilməzsən. Birincisi, mənə soxuşdurarsan sözünü demə. Çünki mən bura sənə neysə belə ifadəmə görə üzr istəyirəm, soxuşdurmağa görə gəlməmişəm. Mən sual verməyə gəlmişəm. Normal sual verirəm. Sən orada mənə aqressiya ilə cavab versən. Niyə istəyirsən, niyə səbəbləşsən? İndi biri orada 1 litrlə gəlmişdi, biri maşın, mən Zabratda qalıram. Maşdığın qapısı həmişə bağlı olur, onu biləsən. Çünki mən bağa gedəndə oradan gəlib gələm. Buna arxayın ol, mühafizəçi də orada olur, qapı da bağlı olur. Ona hirslənib hirsini mənim üstümə tökmə. Yox, belə hirsini mənim üstümə tökməklə bir qardaşım olaraq sakitləşdəysənsə, bir dənə ünvandır, gəlim. Nə qədər qışqırırsan, qışqır. Sakit durum, sən də sakitləş. Yəni bir qardaş olaraq onu eləyərəm. Aqressiya falan yoxdur. Məsələ budur ki, sənin adıva demirəm mən bunu soxuşdurursan. Din adı ilə soxuşdurulan qruplara deyirəm, bu bir. İkincisi, mənim qardaşım, bir dinin kökünə baxmaq lazımdır. İslam deyir dediyin anda bunun bir qaynağı olmalıdır. Sən sadəcə deyirsən İslam deyir. Harda deyir? Bu Quran-ı bu da sən. Bu Quran-ı Kərim bu da sən. Harda deyir? Bax əzizim. Bax mən sənə yenə də sual verirəm. Ən azından bax namaz qılanda üz qibləyə dayanır da, düzdür? Yəni siz yox, namaz qılanlar. Qardaşım, mən qibləm ölümü də üzü qiblə. Yox, bax qardaşım, sən o qədər danışdın. Bax qardaşım, mən sənə bir dənə söz deyim. Mən bir dənə söz deyim. Əzizim, mənim qibləm Ötükəndir. Kimsə mənə izah eləyə bilərmi ki, Azərbaycan kişisinin, Azərbaycan qadının, ümumiyyətlə Azərbaycan ölüsünün başı niyə üzü qibləyə çevrilməlidir ərəblər tərəfə?
Bu normal bir anlayış değildir. İstifadə olunsa da, bu cür tətbiq olunsa da. Mən də sizə deyirəm ki, Azərbaycanlının qibləsi Bakı olmalıdır, Azərbaycanın qibləsi Qarabağ olmalıdır, Azərbaycanlının qibləsi tarixi yurd olmalıdır. Türkün qibləsi ötükən olmalıdır. Mənim nəyimə lazımdır? Mənim qibləm, özü başım qibləyə baxsın. Niyə qibləyə baxsın? Qiblənin sahibləri gəlib məni kəsiblər deyə. Hə? Bax əzizim. Sən deyirsən mən bir söz pulunu deyim, qulaq çıxıram. asıram. Bəxtiyar, bir dənə qulaq as, mən çıxıram, pek olacaq. Bax qardaş, bax mən inanclıyam, pastefariyanam. Bilirsən, pastefariyanımız da odur ki, yəni mən göydə uçan spagetti canavarı var, yəni metafizikdir. Ona inanıram, hər şey ondan gəlib ona gedəcək. O təzə dindir, davamçılar da var. Bizdə məsəl üçün qiblə şeydir, Qara-Qaraya metrosuna baxır. Yəni ölündə dikinə bastırırlar, prosta təzə yaranıb bu din. Yəni sən inancıma hörmət eləmək məcburiyyətindəsən. Necə ki biz siz dininizə hörmət edirik. Yəni bizdə belədir qardaş. Hərənin bir hekayəsi var. Mənim də hekayəm budur qardaş. Mən də bununla gedirəm. Etirazın varsa qardaş. Qardaşım, mənim sənə etirazım yoxdur. Bəxtiyar dostum, mən PK-ya gedirəm, yetərlidir. Əzizim, Türkün qibləsi. Düşürəm, sağ olun. Cavab vermədin axı mən, Sevik. Yetərincə cavab verdim qardaşım, amma Yox, valla cavab vermədim. Öpürəm səni. Öpürəm. Canlıva görə, PK-yə görə hələlik. Cəmaət 2800 nəfər anladı, cavabı sən anlamadın. Hamısı anlamadı. Sən Ruslan var da, Həzrət Ruslan. Mən bir dənə belə pis sıxmasın sual verdiniz, hetero, nə bilim. İndi mən onu demirəm də, evdəyəm qardaşım, yanımda uşaqlar var. Mən dedim, onu başa düşdüm, amma hetero'nu başa düşmədim. Başa əks cinsə, meyilli falan filan söhbətlər. Yəni uyğun deyil, yəni hörmətsizdir qardaşım. Yəni indi belə sıxmasın, indi inansan, inanmırsan özün bilərsən. Mən sənə heç demirəm. Prosta mən inandığım şey sən belə sıxmasın, hansı ixtiyarla belə hörmətsiz deyilsən, onu bir dənə açıqlamasını verə bilərəm. Tənqid eləmək hörmətsizlikdir. Yox qardaşım, yox. Tənqid edirəm də. Tənqid eləmək ayrı, tənqid elə bilərsən də, o vaxt şairlər də eləyibdi. Hə. İndi nədir ki problem? Mən prosta şey deyirəm, məsələn salam verir, qardaş məsələn, bayaq 13 yaşlı bir dənə uşaq bağlandı. Düzdür, indi 313-dür, nə bilim, indi olur da, indi Azərbaycanlı ixtiyar, düzdürmü qardaşım? Bu normal deyil, yəni bu qınayaraq, yəni belə salam deyir, məlli üçün. Mən də məlli üçün deyirəm də. Sən məsələn, sən bir dənə qardaşım, sən indi neçə yaşında ateist oldun? Mən 15. 11. 13 yaşında məsələn salam demirdin, sən salam heç demirdin. Deyirdim nasıl ki? Qaqa qurban sən, mən bir dənə üzrlü sayı haqqı halal elə qardaşım. Nə oldu burada? Çağırdılar səni. Sonra qoşularam. Yox, bir dənə vacib sən gəl qardaşım. İnşallah xahiş edirəm yenə qoşarsan qurban sənə. Yaxşı, üzrlü sayı qonaq. Yaxşı. Mehdizadə buyur, xoş gəlibsən. Axşamın xeyir. Necəsən, nə var nə? Çox sağ ol, sən necəsən? Şükür. Sevdik. Əvvəla deyim ki, yaradana inanıram. Bu heç, bunu qoyaq bir qırağa. Sadəcə burada 1400 adam var, öz fikrimi sual formasında soru. Evet, çox səs gəlir axı. Buyur. Mehdizadə buyur. Qaqaş danışmır. Telefon təmiri, səs mikrofonu aç, istək göndərdim. Hə, buyur. Hə. İllərlə hamıdan, hətta yəni dindarlardan, ateistlərdən soruşduğum bir şey var. İstəyirəm onu səndən müzakirə edək, yaxud soruşum. Ərəblərin Azərbaycana gələndə törətdiyi qırğınlar. Ha. Fikir vermişəm, canlıların heç o barədə danışmırsan. Sərf eləmir axı. Məsələn, dindar yəni. Mən danışıram bu arada. Yox. Mən dindarlıqdan mən yaradanına Bəli. Mən yaradana inanıram, bu başqa. Amma ərəblərin Azərbaycanda törətdiyi qırğınlar və Bərdə üsyanı, Beyləqan üsyanı, burada ölən insanlar, bizimkilər ölür. Mən soruşmaq istədiyim şey başqadır. Bu insanlar necə olub ki, sonradan bura ərəbə qarşı sevgi yaranıb? Bax, o keçidi bilmək istəyirəm. İllərlə məcburiyyətdən cizyə verməmək üçün, ölməmək üçün sevgi falan yox idi əslində. Bu adamlar piyada gedib Kərbalaya, yaxud Həcə. Yəni bu nəyin sayəsində? Bilirəm də yüzlərlə il sonra, nəsildən nəslə artıq. Yəni görən qatı dindarlar, radikal dindarlar bilirmi ki, burada ərəblərin törətdiyi qırğınları? Ləb yaxşı da bilirlər, sərf eləmir onlardan danışmaq. Nə bilim, vallahi. Başqa bir şey? Heç onu soruşmaq istəyirdim, o keçid həmişə maraqlıdır. Yəni onu da yenə də cavab tapa bilmədim, açığı deyim. Yəni danışarıq bir. O keçid dövrü.
İnşallah. Onu mövzu qoysan yaxşı olar. Ha, onu deyirdim elə. Yaxşı. Onu mövzu qoysan yaxşı olar. Yaxşı. Tamam, gecən xeyir. Teşekkürler. Xeyirə qarşı. Rafil buyur, xoş gəlmisən. Axşamın xeyir qardaş. Axşamın xeyir. Bir sual vermək istəyirdim. Bilmək istəyirdim, bu möcüzə deyilən bir şey var. Yox, yoxdur. Xoş yayınlar qardaş, sağ ol. Sağ olasın. Ha. ZB011 buyur, xoş gəlmisən. Yatıb qardaş. Şala bir də istəklər sıfırlayın da. İstəklər sıfırlayın, kim təzədir, kim köhnədir bilmirik. Tamerlan buyur, xoş gəlmisən. Axşamın xeyir Sevik bəy. Axşamın xeyir. Sevik bəy, mən hamının adından danışmaq istəmirəm. Sadəcə bəlkə də burada mənim sözümü təsdiqləyənlər də olar. Sənin, belə deyək də, Simanda elə bir, necə deyim, pozitiv, müsbət bir aura var ki, həqiqətən, bəlkə də yeganə insansan ki, baxmayaraq ki, Allah yoxdur deyirsən, amma insana negativ enerji ötürmürsən də. İndi bu nə ilə əlaqədardır bilmirəm. Bu öz yerində. Qaldı ki, Allahı tanıyanlar, Allahı qəbul edənlər zaten qəbul edib də, tanıyır da. Yəni o əslən ha. Amma bəlkə də indi iradəsi zəif olanlar sənin sözlərindən, necə deyərlər, bəlkə də təsir altına düşüb deyərlər ki, hə, Allah yoxdur. Amma həqiqətən bu düzgün yanaşma deyil. Mən istəyərdim ki, Allah'ın sənə kim və necə elmi- tanıtdırıb qardaş? Bir dəqiqə zəhmət olmasa. Sən əziyyət çəkmirsən, həqiqətən elm öyrənmisən. Buğdanmaq olmaz. Sən elm öyrənmisən. İndi duraq deyək ki, Sevik Allah yoxdur deməklə ümumiyyətlə heç nədən xəbər yoxdur. Yox, bu ayrı bir sözdür. Amma həqiqətən çox əziyyətlər çəkmirsən, elm öyrənmisən. Bəlkə də bu başqa bir istiqamətə yönəltseydin, nailiyyətlərin də çox olardı. Amma sən bir tərəfdən Allah yoxdur deməklə bu demək deyil, insanları Kimdən gəlir bu çaşdırırsan. səs? Həm də ki, yeni gənclərə, uşaqlara sən elə bilirsən bunun ziyanı yoxdur. Bir tərəfdən Nə bax, hey qardaş. Amma bir tərəfdən Sus görüm. Deyən görüm. Ziyanı var insanlara, gəncliyə. Nəyin ziyanı var? Təhsil öyrənməyin, fizika, biologiya, kimya, fəlsəfə öyrənməyin ziyanı var uşaqlara. Yoxsa gedib məscidlərdə başlarını alladıb 313 qışqıra başına gözlə şillə vura hərəkət eləməyin, yaşamağın xeyri var. Yoxsa meşə qardaşlarına qoşulub Suriyaya getməyə, yoxsa terror aktı törətməyə xeyri var. Nədir xeyri? Ələmin dalıyca çıxıb ələm uçur deyib, möcüzə deyib qışqırmağın xeyri var. Xeyri nədir? Bir də görün mə. Mikrofona zəhmət olmasa deyən xeyri nədir tam olaraq sən dini verin. Allah özü də elmli insanları xoşlayır. Deyirəm ki, bəyənir verdiyim və suala cavab ver. Azərbaycanda sənin dinin və xeyri nədir? İrandakılara ağam paşam deyib, müştəhid adı altında onlara itaət edənlərin mi xeyri var? Vətən vurulanda sevinənlərin mi xeyri var? Kimin xeyri var? Kimə nə xeyri var bunun? Yox, mən o mövzuda danışmıram sizlə ki. Danışmırsan çünki danışa da bilməzsən. Sən Siz o 2000-dən sualı çox verəsiniz dövlət mənə. təhlükəsizlik xidmətinin son 20 ildəki əməliyyatını götürüb qoyaram qabağa. Bu dövlət təhlükəsizliyinin 2000-dən çox radikalizm, ekstremizm və diskriminasiyaya qarşı apardığı əməliyyatlar kimin nə xeyri var? Bu gənclərin dalı ilə niyə düşməliyik ki, xüsusi xidmət orqanları? Gedib daha dəyərli şeylərlə məşğul ola bilməzlər. Milli təhlükəsizliyimizin nətər olur ki, sənin dini inancın təhdid edə biləcək potensiala sahib olur. Sənə sualım budur. Milli təhlükəsizliyimizi təhdid edə biləcək potensialda bir şeyin kimə xeyri var? Hə? Bilirsiniz, Çevik bəy, Etnik kimliyinə aid olan musiqini qulaq as. Kimliyinə aid olan, tarixinə, kültürünə aid olan musiqini susturacaq qədər beyinlərin yuyulmuş gəncliyi kimə xeyri var? Mənə deyən görün bu beyni yuyulmuş gəncliyin kimə nə xeyri var? Hə? Türk musiqisindən belə qorxub öz-özündən hayıl-mayıl olanların kimə nə xeyri var? Deyə bilərsən mənə? Mən yenə də deyirəm, sənin elmin ola bilər. Var da, mən bir söz demirəm. Mən nə də demirəm, mən səndən belə deyək, elm mövzusunda savadlıyam, sənin hər bir suala cavab verə biləm. Bu ayrı şeydir. Mən sizlə tamam başqa bir emosional söhbət eləyirəm ki, Çevik bəy, siz Mövzu bəlkə də bu emosionaldır. istiqaməti Mənə bax, ən kritik elə istiqamətlərdən biri budur. Gedib coraba məsələmək olar mı olmaz mı söhbət eləsəydim, sən vecib olmazdı. Heç vecib olmaz da ki, bu nə danışır, gənclərə nə öyrədir?
Gedib siğə eləmək normal bir şeydir, dərsi keçmiş olsaydım sənin vecib Yox, olmazdı. yox, əsla. Sənin əsla. gedib İrandan gələn fətvalara biət etmək lazımdır desəydim, sənin vecib olmazdı. 1400 ildir çözülməyən orucu nə pozur, nə pozmur davası eləsəydim, sənin vecibət olmazdı. Yox, amma bu da düzgün yanaşma deyil də. Lap qəşəng düzgün yanaşmadır. Var, gəmidə oturub Lap gəmisi düzgün ilə yanaşmadır. yanaşmadı. Gəmi də bizimdir, gəmisi də bizik. Gəmi də bizimdir. Başa düşdün? Bəli, gəmimi onun bunun kültürünü, onun bunun ağa kültürünü soxa bilməzsən. Mən gəmi deyəndə, yəni dünya Allahındır və Allahın yaratdığı Allahın. dünyada yaşayırıq, amma Dünya Allahı- Allahındır başqa bir inkar şeydir. edirik. Dünya Farsındır başqa bir şeydir. Farsdan gələn komanda ilə oturub durmaq başqa bir şeydir. Farsa və ya onun kliklərini iddia eləmək başqa bir şeydir. Başa düşürsən qardaş? Anlaya bilirsən nə deyirəm? Tanrı başqa şeydir. Və bu günlərdə Tanrı başqa bilirsiniz ki, şeydir. insan Tanrı başqa təkamüldən- qavramdır. Çox tanrı istəyirsən get öz Yox, tanrına mən bilirsən, itaət Sevik, elə. Türk sizə tanrısına bir itaət elə. söz Daha deyim. dərindən istəyirsən heç olmasa get xristian tanrısına itaət elə. Sənin tanrın heç olmasa Albaniyadan çıxıb. Heç olmasa. Ondan biz oturub Sevik, diyaloq qurarıq. bəlkə də Bax siz- qaqaş. Bax işin gülməli tərəfi budur ki, bu vizyondakı adamlardan biz heç vaxt diyaloq qura bilməyəcəyik. Çünki kültür özünə aid deyil, nə özü seçib. Zorla soxuşdurublar. Ömründə fikir vermisiniz, siz niyə xristian topluluqları ilə, niyə tengristlərlə, panteistlərlə, pananteistlərlə, ateistlərin dialoqu uyğunlaşır? Oturub saat yarım fəlsəfi mövzularda dialoq qura bilirlər, amma sizlə heç vaxt mümkün deyil. Heç vaxt da mümkün olmayacaq. Çünki zorla beynə soxulan şeyləri çüylə çıxardırsan. Çüylə soxulan şeyləri çüylə çıxardarsan. Bizim kətdə belə deyirdilər. Başa düşdüm. Qardaşım. Tanrı başqa şeydir. Tanrı konsepti başqa bir şeydir. Farsdan gələn təlimatla vətəndə öz vətənində, öz vətəni bombalana, öz vətəni vurula sevinmək, daha çox bombalanmağını istəmək başqa şeydir. Öz Babəkinə zındıq demək başqa bir şeydir. Şah İsmailinə zındıq demək başqa bir şeydir. Öz şahına, öz kültürünə. Mete xanına zındıq demək başqa bir şeydir. Attillasına zındıq demək başqa şeydir. Bülgə xanına, Oğuz xanına, Kültikinə zındıq demək başqa bir şeydir. Başa düşürsən? Xəzər xaqanlığını kafir elan eləmək başqa bir şeydir. Nəsimiyə zındıq demək başqa bir şeydir. Bax bu tamam başqa şeylərdir. Anlaya bilirsən? Sevik bəy, siz ümumiyyətlə nə Nəsimisindən, var? Babəkindən, Mete xanından daha üstün tutur kimi Küteyb ibn Müslümü. Niyə? Belə Tüpkürük deyək, deyə. ağlınız Tüpkürük deyə. kəsəndən, yaşınız belə deyək, kəsəndən siz ümumiyyətlə nə vaxtsa Allahı qəbul eləmisiniz, sonra deyimsiz yoxdur. Ümumiyyətlə yoxsa elə ağlınız Sənin o Qurandan kəsəndən gələn Allahı yox. Sənin o Yəni deməyən Qurandan nədir? təqdim olunan Allahı yox. Kimin kimlə yatacağına qərar verən Allahı yox. Mən zamanında düşündüyüm Tanrı konsepti, bu cür bir ayət göndərib kim kimlə yata bilər, zina nədir, o nədir, bu nədir mövzularına girməz. Başa düşdün? Mənim anladığım, zamanında anladığım, qəbul etdiyim, bir dönəm qəbul etdiyim Tanrı konsepti bu qədər cılız deyildi. Bütün kainatın sahibidir deyirsən, Tanrını böyüdürsən, dalı ilə də dank deyə düşürdürsən. 10 yaşında qız uşağını ala bilərsən. Sinəsi yenicə tomurcuqlamış qız uşağı verəcəm sən cənnətdə. Burada aman da uzaq dur qadınlardan deməzdi. Belə bir zehniyyətdə olmazdı. Başa düşürsən? Nə cür bir tanrı cənnətdə sənə qız verər, kal istismar elə. Həm də sonsuz. Dalı ilə elə bir şey də verər, qüdrət şey də verər. Bitkisi də verər. Ya bu qədər cılızdır tanrı konsepti sizə görə. Başqa bir şey var ki, Nəysə, gecəniz xeyrə qalsın. məncə də. Salamat qalın. Məncə də. Salam, axşamınız xeyir. Axşama xeyir. Necəsiz, nə var, nə qardaş? Çox sağ ol, sən necəsən? Çox sağ olun, min şükür. Allah razı olsun. Bir sual vermək istəyirdim. Mənim özümə də çox maraqlıdır. Mən özüm də dinlə məşğulam. Sadəcə bir sual maraqlıdır mənim ki, onu sizin açıqlamasını istəyərdim. Bu məsələn dində buyurulur ki, məsələn kişi üçün belə deyək də ana, bacı, yəni yaxın münasibət olmaq haramdır. Düzdürmü? Bəs sizin dində bu necə buyurulur? Halal yoxsa haram? Bizim dinin mənsubları qriyyətinə güvənir. Bir dində yazılmamasına rəğmən öz bacısına, öz anasına
Cəb gözlə baxmazlar. İndi gəldik məsələnin ikinci paradoksuna. Sən mənə deyirəm dində halal deyilsəydi girişəcəkdin. Xeyr. Dində halal Niyə? girişmək söhbət. Çünki insana verilən belə deyək də qeyrət deyilən bir şey var da. Qeyrət deyilən Düzdürmü? bir şey varsa Quranla inanmam. Necə? Qeyrət deyilən bir şey insanın özündədirsə zaten. Mən Quranla inanmam. Bəs Quran sənə öyrədir o qeyrəti. Qurandan qabaq Quran qeyrət sənə yox buyurur da idi. o halalla haramı. Mənə bax. Buyur. Qurandan qabaq Quran sənə buyurursa, Peyğəmbər və Quran 40 yaşında nazil olmağa başlayıb. Peyğəmbərin Bəli. qeyrətində problem var idi 40 yaşına qədər. Xeyr. Xeyr ola. Peyğəmbər ümumiyyətlə ərəb ölkəsinə ağıllı, nümunəvi bir insan kimi vurulub. Qulaq as. Deyirəm ki, deyirsən Quranla gəlib qeyrət. Qurandan qabaq qeyrətsiz idi Peyğəmbər və onun sülaləsi. Bir dənə üzr, sən aqressiv danışmıyorsun. Cavab ver. Cavab ver görür. Buyur. Deyirəm ki, Aha, buyur. əxlaq, namus, qeyrət. Quranla gəlibsə, Peyğəmbər və onun ətrafındakı dostu, tanışı, atası, anası, bacısı əxlaqsız idi. Xeyr, ümumiyyətlə bizim dində 124 min peyğəmbər olub da. Hamısı Say otuz namuslu, yansın abi. abırı. Necə? Nə olub? Hamısı nə olub? 124 min peyğəmbər olub. Hamısı namuslu, abırlı olub dedin. Bəli. Davud peyğəmbərdir. Bəli. Namuslu peyğəmbərin Batşevanın cəmaatın damında niyə zorluyordu? Cəmaatın arvadını. O bir dənə üzr istəyirəm. O fərziyyədir qardaş. Yavaş O ol, fərziyyədir. yavaş ol. Bir dənə Yavaş üzr ol, istəyirəm, yavaş fərziyyədir. ol. Fərziyəni deyəcəm sən. Bəli. Nə bax, Lut peyğəmbərdir, Lut. Bəli. Qızları niyə hamilə qoyurdu Lut peyğəmbər öz qızlarını? Bu iki elə. Aydındır. O fərziyyədir qardaş. O fərziyyədir. Qulaq as. 3. İbrahim peyğəmbərindir. Bəli. Ay sol. İbrahim niyə bayısını alırdı? Qardaş sən niyə ola danışırsan? Sən İndi 4. İmam Əlidən danış. İmam Hüseynindən danış. Ha, səbirli ol. Mənə nə Hüseynindən? Gözlə. Gözlə. Buyur. Muhammed peyğəmbərdir. Bəli. Niyə oğulluğun arvadını alırdı? Qardaş o fərziyədir. O hansı kitab yazılıb? Qurani Kərim Hə, o yazır. deyil. Fərziyyə yazır Bir dənə Qurani kitab Kərim. yazıb, o nədir? Qurani Kərim. Qurani Kərimdə harda yazıb? Hansı ayə, hansı surə? Əhzab surəsi 37-ci ayət. Nə yazılıb? Bir dənə açıqlamasın deyə. Yazıb peyğəmbərin oğulluğunun arvadını alıb. Ay qardaş, o ayənin təsiri. Ay qardaş sən bilirsən. Sən gələcəm sən təfsir ver. Sənə təfsir verəcəm. Bildim sən bir dənə müəyyən. Nicat. Buyur. Dəli eləmə, demə. Əhzab surəsi 37. Oxu. Davudun Mən oxumuşam qardaş. Orada peyğəmbər haqqında. Sizin kimi. Malı ustası yer üzündə yoxdur. Kvadratı neçədir Nicat? Olmaz. Olmaz dostum. Gözlə bir dənə səbirli ol. Sən növbə ilə danışır. Nəyin kvadratın neçədir? Malanın. Mala nədir qardaş? Bizdə. Deyəcəm indi. Mən oxu qardaşım sən. Zeyd peyğəmbərin himayəyə götürdüyü bir insan olur. Himayəyə götürdüyün o insanın oğul arvadını alarsan sən ay. Bütün ümmət bir də İndi ümmətə gələcəm. Səbirli ol, qoy Nicatla danışım, Nicat həll eləyək. Qaqaş. Buyur, bəli. Hikmət bir də mikrofonu izinsiz açsan atacam səni aşağı. Sayğılı ol. Gözlə. Nicat oxu bir dənə ayəti. Ay Nicat. Oxuyuram qardaş, bizdə də gözləyirsən. Yüksək səslə oxu da. Ay bu insana. Bir zaman Allahın nemət verdiyi və sənin özünə nemət verdiyi kəsə Zeyd ibn Hüseynə zövcənin yanına saxla. Allahdan qorx. Deyirdin. Allah ürəyində gəzir, saxlar da insanlar çəkindiyi hava kəsində qorxmaq olduğu məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdi ki, oğulları dövlətini başqaları zamanla qadınlara evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetirecəkdir. Bunu harada buyurur? Cəbin Əl-Afran surəsi 37-ci ayə. Əhzab surəsi Əl-Afran nədir? Əl-Afsa surətdə qarası. Əl-Abbas surəsi deyil də Əhzab surəsi. Hə, buyur. Abi internetsiz yer deyə mənim internetim qurtarır. Bir kəlmə danışım çıxın da mən başlayıram. Danış qardaş, danış. Hə, danış, Nicat terrordadır, buyur.
Yo elə ola dönəmə qardaş. Onun açıqlamasını verəcəm sənə. Hələ səbirli ol, açıqlamasını mən verəcəm. Zeyd peyğəmbərin Bir dənə nümayəndə qardaş qoysun, o götürdüyü bir gözləyir insan orada. olur. Bütün Biz müsəlman insanı birimizi ümməti başa də, düşürük. ola bir dəqiqə, Nicat başa dönüm. İnternetim qutarıb çıxıram. Bütün müsəlman ümməti də onu peyğəmbərdən sonra peyğəmbərin yerinə gördüyünə görə Allah da bu uca məqamı, yəni Zeyd onun oğulluğudur. Ondan sonra varisi deyil. Sadəcə himayə etdiyi şəxsdir deyənə. Ona görə bax belə bir ayə nazil olur Bana bax, və heç- peyğəmbər Zeydin boşadığı həmin xanımdan izdivac qurur. O qədər Yəni gözəl bu bir ayəni fantaziyam var ki, qaqaş. Yəni bu başqa bir O qədər, təbliğ o qədər, eləyib, o qədər. başqa bir Qulaq as, fikirlə qulaq as, yönəltmək qulaq as, lazımdır. qulaq as, qulaq as. İndi bir dənə qapı kimi sual gəldi, səbirli ol. Gör nə deyirəm, qəşəng fantaziyam var. O heç. Mənə bax, qaqaş, bu oğulluqdan fəraqət eləyə bilərdi də, arvadan almağa məcbur idi, oğulluq statusuna düşməsi üçün. Hı? Özündən sonra, bax 1400 il Deyirəm bundan ki, sonra sual budur. səninlə mənim Əgər mübahisəmi peyğəmbərin, nəzərə alıb, qulaq as, qaqaş. Əgər Vay, peyğəmbərin, Valla internetim artıq səsim getsə birdən Əgər birinci peyğəmbərin oğulluğu, peyğəmbər ona görə narahat idi ki, oğulluğu onun yerinə varis olar. Oğulluqdan fəraqət eləyərdi də, onu oğulluqdan ayırardı. Mütləq arvadan almalı idi ki, oğulluq statusu düşdüyünü. Hı? Mütləq, çünki 1400 il bundan sonraki səninlə mənim də mübahisəmi nəzərə alan Onda sənə hikmət. Allah, nə deyirəm sənə. Əhsən. Bax, sən mənə gələn məlumatları, oğulluqdan rədd elədiyi məlumatı mən qəbul eləyə bilərdim, sən yox. Mənə bax, qaqa, Amma mənə bu, bax. Ay bu qaqa. məsələ. Ay qaqa, qulaq as. Bütün Sən indi bir insanlığa oğulluq aid götürsən, deyil. qulaq as da, sən indi milyardçı bir adam olsaydın, oğulluq götürsəydin, onun arvadını alardın ki, o varis olmasın. Əgər bu məsələ bütün dini inancı təhdid eləyirsə, peyğəmbərlik məqamı, imamət məqamı, eşidirsən? Bütün müsəlmanlarda ən vacib Mənə məqamlardan bax, bu biri peyğəmbərlik olduğuna görə. məqamatıdan oğula Sən keçirir. hə deyib yola. Mən sənin sözlərinə elə qulaq asmıram, qardaş. Danışdın, qulaq asdım. İndi imkan ver mən də danışım da. Yaxud da danışmağımı istəmirsənsə çıxart yenə. Qaqaş, suala cavab vermirsən axı yenə də sən. Yox, imkan vermirsən axı. Sual verdiyin cavabını dinləməyə bir səbrin olsun da, yəni. Emosiyalarından Qaqaş, bax, kişi, doğlamağa dinlə. çalışma. Bax, sən deyirsən ki, bu peyğəmbərin oğulluğuna vərasət söhbətində problem olardı. Məsələ burasındadır ki, əzizim, bu peyğəmbərlik Allah tərəfindən təyin olunan bir şey deyil. Kim iddia edə bilər ki, mən peyğəmbərin varisiyəm? Görürsən, necə məsələn getdilər xəlifə seçdilər peyğəmbərdən sonra. Deməli bu ümmətə bir başçı lazım idi. Da yaxşı? Ümmətə başçı lazım idi. Ha. Əlbəttə İndi ki, kimdir ümmətin başındakı? İmam Zaman ağa. İmam Zaman ağa yaşamır axı, sənin ağon yaşamır. Canlı vərasəti Sənə kimdədir? görə yaşanmır da. Sənə görə Allah İmamətin vərasəti kimdədir hal-hazırda? Söykəndiyin, bax, bir dəqiqə. dəqiqə qaldı. Söykəndiyin elmə dediyin Allah yoxdur sözü. Elmə söykənib deyirsən də bunu. Yox, elmə düzdür? söykənmir, fəlsəfəyə Baba, söykənir bu. Sənin o elminin ən böyük alimləri bir yaradılışa malik deyil. Qulaq as, kifayət qədər malik. Yəni sən nəyə Dünyada söykənib xəbər yox. deyirsən, o Qulaq Allah as, dur bir dənə. yoxdur Aç, yavaş Niyə? bir dənə qulaq as. Bax, bir gedə. İmamətin və ümmətin başındakı ali rəhbər kimdə hal-hazırda dini baxışda? İmam Məhdi sahib zaman. Əzizim, onu bildim. O gələsidir, hələ gəlməyib. Canlı ali dini O rəhbər kimdə mövcuddur. hal-hazırda? Yəni o Bax qaqaş, olacaq daha deyil, açıq, deyir, daha qardaş. açıqdan deyim sənə, daha açıqdan deyim. Vilayət-i fəqih kimdir? Hə? Elə qaçarsan. Həm də Xomeyniyə gələndə. Nicat? Ay Nicat. İnterneti bitir, tabii. Yo, buyur qardaş. Hə Nicat, indi harda qalmışdıq biz? Mənim gözəl qardaşım, dəyərli vətəndaş və milli xəzinə. Allah canını sağ eləsin. Hı. Bizim bir dostumuz var. O biraz elmi dini cəhətdən məndən daha üstündür. Mənə bax, sən Onların- şiəsən, sünnisən kişi. Mən müsəlmanam qardaş. Nə şiə də olsa sən sünni də olsan, eləmi? Bəli. Bəs bayaq dedin təfsirlərə baxarıq, şiə təfsirlərinə baxacaqdın, yoxsa sünni təfsirlərinə? Yox, ümumiyyətlə mən şiə namazda qılmışam, sünni namazda qılıram. Yox, onu anladım. Sən indi təfsirə baxanda şiələrdən baxsan, İbn Abbasdan, İbn Kəsirdən, Tirmizidən baxırsan, yoxsa kimdən baxırsan? Şiə qaynaqlarından, Kafidən, Əl-Mizandan? Hı? Hansı səhvlər olsa.
bir dənə gözləyir. Kim gözləyir? Bizdə bir dənə üzr istəyirəm. Bir dostumuz var. O qoşulsun. Lələdir Nədir adı Lələ. Hüseynov Lələ adı? 130. Lələdir Hüseynov 130 gedir. Onun zəhmət olmasa bir dənə qoşardın. Üstə yatsın da. Atıb. Xalis dindardır. Xalis dindar nə tər olur? Arada oturur Lələ. mənim özümlə. Siz dedi, ay sağ ol. Gəl Lələ gəl, gəl Ləl, gəl. Gəl, Lələ, gəl. Gəl. Sən niyə olmadın? Lələ buyur, xoş gəlibsən. Axşamın xeyir. Səsin uzaqdan gəlir sən qaqaş. Qaqaş səsin uzaqdan gəlir, səsin. Axşamınız xeyir. Axşamın xeyir. Necəsiz? Çox sağ ol, sən necəsən? Şükür Allah, həmd olsun. Buyur. Nə buyurum dedir? Sualı siz Sən verin, mən nə şiəsən, buyurum da. sünnisən Lələ. Qardaşım, mən məsələyə girmirəm. Məsələyə çox boş baxıram, şiə, sünni məsələlərinə. Birbaşa Müsəlman- dinə. Dinə Birbaşa boş baxmıram. Qurana. O Quranda şiə sözü keçmir axı orasıdır. Keçmir. Onda sən birbaşa Qurandan istinad alırsan da, düzdür? Qurandan istinad alırsan, müsəlmanlar üçün əsas Quranda peyğəmbərdə Allahdır. Mən onlardan istinad alıram. Nə yaxşı? Yerdə qalanları- Peyğəmbər yoxsa sünnəsi? Peyğəmbər əsas peyğəmbərdir, onun sünnəsi ögey. Peyğəmbərin nətər yəni? Yəni peyğəmbərdən nətər tutarsan ki, Quran xaricində peyğəmbərdən hansı bir qaynaq keçir? Quranı Allah istəyərək peyğəmbər yazmadı. Hə, deməli Quran xaricində heç bir söhbətə girməyəsən sən, hə? Elə bir söz demirəm. Quran xaricində heç bir söhbətə girmirəm. Sadəcə yəni, müsəlmanlar üçün şiə, sünni özləri bilər. Amma müsəlmanlar üçün əsas odur da. Əhsən, namaz qılırsan sən orijinal Lələ, orijinal müsəlman qardaşım. Mən namaz qılmağa sözün açıq qılmıram. Ya özümü hazır hiss eləmirəm, yalandan. Ya özümü hazır hiss Sən mənə eləmirəm. de görüm ki, bu namaz farscadır və Quranda salat keçir və salatın necə qılınacağı ilə bağlı materialları hardan tapacaqsan? Deyirəm axı hazır hiss eləmədiyimə görə qılmıram dedi. Yalandan nə deyim ha, burada deyim Bu deyirəm qılıram falan. Quranda var namaz yoxsa yox? Hə? İndi gəldi ikinci Mən onu məsələ. deyəmərəm. Bundan çıxamıyor. Hə, deyə İ- bilməzsən. ibadət Sən eləyim var. Orijinal müsəlman olaraq gəlmisən axı. İndi gəldi ikinci bir məsələyə, mənim qardaşım. Sən mənə de görüm. Bu namazda Fatihə surəsi oxuyurlar da, Buyur. düzdür? Hə? Deyirəm Fatihə surəsi oxuyurlar. Ay qardaşım, Sən internetin zəifliyidir. sənin də internetin zəifdir. Yaxşı, sən daha ağır bir mövzudur. Ki kompleksidir. Qardaşım, cənnət vədləri var Quranda bilirsən də möminlər üçün. Düz? Ay qardaş. Qardaş burdasan sən qardaş. Olmadı ki sən. Sənki olmadı ki. Burada olmalı bu deyəmədə prosta səsin qırıq gəlir mənə. Ayəti bir dənə oxu, internetin problemidir sənin. Mənə bax, qardaş. Bax bu cənnət vədidir. Onların ətrafında özlərinə məxsus olan sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. Sən mənə izah elə görüm, mənim ətrafımda cənnətdə niyə ətrafımda inci kimi sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaq? Mənə nə qarayacaqlar ki onlar? Qardaş. Ay qardaş. Neyse qardaş internetimi düzelt. İnternetim də şeydir. Təşəkkürlər. Başa bilirsən. Hə, əlbəttə. Nicat, Bəli, mikrofon Nicat. Nicat, mən izah elə bu ayəti. Rica edirəm səndən. Qardaşım, mən bildiyimə görə əgər elə bir yəni onlar ancaq xidmət eləyəcəklər müsəlmanlara. Ay ki, bir dəqiqə ya. Sən restorana gedəndə inci kimi gözəl oğlanlar axtarsan, sən xidmət eləyən. Yox qardaş, yox. Mən İndi mən Allahıma deyirəm, inci inanıram. kimi gözəl oğlanlar niyə xidmət eləsin ki mənə? Başa düşmədim. Qardaşım, bir dənə bax. Hə. Bir insan kimi deyim də bax. Hər bir hara getsən gözəl qulluq istəyirsən, düzdürmü? Ay gözəl qulluq istəyirsən, qulluq gözəl olsun istəyirsən də inci kimi gözəl oğlanlar istəməzsən də, düzdür? Əlbəttə ki, bəli. İndi sən mənə deyirsən bu inci kimi gözəl oğlanlar nə üçündür orada? Orada oğlanlar da keçir. Qadınlar da keçir, düzdürmü? Qadınları bildim, oğlanlar gözəl, inci kimi gözəl oğlanları mən nə edəcəm orada mən cənnətdə? Mən nə edəcəklər onlar? Qardaşım, onlar Allah tərəfindən insanlara verilmiş, belə deyək də, insanlara verilmiş bir qulluq vasitəsidir. Açı qulluq vasitəsini bildim, mənə qulluq eləyəcək, çay gətirəcək, şərab aparacaq, bildim. Niyə inci kimi gözəl?
Mənə izah elə. Bir dənə Çıx məhsəb elə, niyə ətrafında onu qıllıq eləyənin inci kimi gözəl olmasını istəyər? Qardaşım, bir dənə məhsəb bir dənə təmiz sual vereyim. Bax insan kimi bir dənə insan kimi dünyaya gəlmişik. Hər bir şeyin yaradılışında bir nüans olur ki, bunun yaradılışında məqsəd var da, yəni yaradılışında. Mənə denən görüm, geylər, petoxlar, üzdən iraqlar nə məqsədlə yaradılır? Yox, mən onlarda hormon çatışmamazlığı var. Əzizim, mənə bax, sən dedin ki, bütün gələnlərin, bütün dünyada var olan canlıların, insanların bir məqsədi var. Mənə dedin ki, geylik və petoxluğun nə məqsədlə yaradılır? Geylik və petoxluğu o məqsədlə yaradılır ki, donuz nə məqsədlə yaradılır? O da o məqsədlə. Baxıb dərs alasan? Xeyr. Baxıb haram və halalı ayırasan. Sən ona baxmasan dal vermək olmaz bilməyəsən? Xeyr. Demək ki, onun heç bir əhəmiyyəti yoxdur da. O olsa da olmasa da sən vermək istəməsən verməyəsən. Qardaşım, sən özün məsəl üçün belə deyək, kişiyə meylin var. Yox. Amma sən əksinsə meyillisən. Xeyr. Əksinsə meyillisən sən. Xeyr qardaş. And içə bilərsən, and içə bilərsən. Mən and içəndə sən mənə andıma inanmırsan. İnanacam, söz verirəm. And içəcəksinsə meyilli deyilsən. Meyilliyin var qadına qarşı. Deyirəm, əksinsə meyilli deyilsən, and iç. Əksinsə meyilli deyiləm, əksinsə? Əksinsə meyillisən sən. Əksiniz qadın gedir, bəli meyilliyəm. Hə, kim aid, çatdan aiddirlər səni, dəymiş tasqala. İndi mənə denən görüm. görüm. Bu, hermafroditlər, biseksuallar, translar, üzdən iraqlar və s. Sən onları görməsən, özünə sahib çıxa bilməzsən. Mən onları görməsəm deyəndə, mən oxuduğumdan, bildiyimdən odur ki, heç onlar bir yana, Allah halal və haramı buyurur da bizim üçün. Deyirəm ki, Allah halal buyurmuş olsaydı, dal vermək olar, nə olacaqdı? Allah onu haram buyurmaz. Əminsən? 100% əminəm. Onda mənə izah elə. Doğuşdan hermafrodit olan bir vətəndaş düşün. Həm kişi hacamatı var, həm qadın hacamatı var. Bu kişi alsın yoxsa ərə getsin. Arvad alsın yoxsa ərə getsin. Baxır onun hormonluğu nə üstündür. 50-nin 50-yə nətər olacaq? Qardaşım, mən heç bir dərsi yönünü oxumamışam. Bir dənə ən axırıncı dəfə oxuduğum 9-cu sinifdə insan, bir dənə 10 güclü oxumuşam. İnsanın cinsiyyət orqanını güclü oxumuşam onu. Onu biləm. Niyə? Sapıqsan sən? Çünki yox, o maraq olub. Heç bir dərsə maraq olmayıb. İminlə ona o hormona çox güclü münasibətim oldu. Deyirik də qardaş, meyillisən də sən. Sən meyillisən qardaşcan. Meyliyəm qadına qarşı da, bu hamı da olub. Qardaş. Niyə iminli ona... Allah sənə güldürsün. Sağ ol, Nicat, sağ ol. Daha çox sənə ağır gəlir. Nicat, özün düşmüşdün zibilə. Dostluğu da gəldin, saldın zibilə. Onu ara yerdə verdin qıdaza. Qardaşım, İsmailiyə salamlar. Onların nə günahı var idi? Sağ ol. İsmailiyə, mən də Göyçalıyam, salam olsun İsmailiyə. Xoş oldu sizlə danışmaq. Sağ ol, sağ ol. Sağ ol. Özün bir çıxanmadın işin içinə, gəldin dostluğu da saldın şeyə, söhbətə. Ya bu Cemik, bu deist olmağa hazırdır. Hə, o hazırdır. 85 buyur, 85. Bir iki dəfə qoşulsa hazırdır. Sağ ol. Məlk. Axşamınız xeyir. Axşamınız. Axşamınız xeyir. Eşidir. Axşamınız. Bəli, eşidir. Nəsərsən? Yaxşıyam, sən necəsən? Mələkim nədir? Selik, salam versən adam kimi salammalıdır. Məlikim nədir? Mən heç salam verməmişəm sağ. Demişəm ki, axşamınız xeyir. Salam Məlik nədir? Mehriban olaq da gəl. Hər vaxtınız xeyir. Mehriban olaq. Niyə hamı sustu? Buyur da səni gözləyirik. Milli xəzinə danışsın istəyirik. Ay Danışsın. 85. 85. Ay milli xəzinə. Qardaşlar, sənin salamın ucu təsir elədi, salam verməyin. 85. Yaxşı ol demiş, yaxşı. Hə, Muzadil, xoş gəlmişsən, Muzadil. Xoş gördük qardaş. Mövzu maraqlı mövzudur. Açıq, ona görə zapros göndərdim. Buyur.
Çünki mən dedim də bu günə qədər hələ də tapmamışam. O hansı teoriya ilə, hansı bir məqsədlə yaşayaq. Yəni din və ya fəlsəfə. Fəlsəfə. Yetərlidir. Fəlsəfə, amma bəzən qardaş, bəzi yerlərə gedirəm, özüm üçün maraqlanıram, oxuyuram, araşdırıram. Fəlsəfə də hardasa dayanır elə bil. O da harası dirənir, dayanır. Вот говорят же, rus nə başa düşsən də yəqin ki, bu большой взрыв deyirlər, bu kainatın yaranmağı deyilikdə baxırıq. Yəni o bəlkə Nətə sən yaradıb, nətə yaradılıb. Yaxşı, və bizim məqsədimiz nədir bu? Həyatda niyə yaşayırıq? Səndən soruşub bioloji gətiriblər bir mən şey. qardaşım. Hacan? Səndən soruşub gətiriblər dünyaya. Yox, bax mən təsadüf nəticəsində əmələ gəlmişəm də dünyada hamı. Elə çıxır. Yox, elə çıxmır. Mən məqsəd bildim. Amma Məqsəd səndən soruşmayıblar. İradən qulaq as da qardaşım, iradən xaricində gəlmisən və doğulduqdan sonra, anlaq qabiliyyətin artdıqdan sonra həyatının mənasını və məqsədini özün yükləməlisən. Başa düşürsən? Aha. İdeal ki, deyək ki, misal üçün bir vaxtı gələcək, öləsən, gedəsən torpağın altına, sən yoxsan. Nə gözləyirsən ki? Yəni huri gözləyirsən? İstəyirəm də gözləmək, başa düşsən. Mən də çox şey istəyirəm. Nətər eləyək? Və yaxşı, nətər eləyək? Nətər eləyək? Bir dəfə həyata gəlmirsən, doğru düzgün yaşa da. Sonra da yoxa çıxdın, getdin, itdin, pis o. Hə, elədir. Biraz adı gəlir axı. Amma din bəzi belə şeylərdə bəzi adamları ispat edir. Yalandan ümid verir. Aysa, mən sənə belə söz deyim. Yalançı ümid edirsən ki? Yalancı ümid sən mənim kimi adamlara bəlkə yox, amma biraz nətər deyim, az savadlı olan insanlara bəzən ispat eləyir o yalancı ümid. Bəzən eləsinlər də biz nə verə bilərik ki? Məcbur edirəm mən kimsən. Biz nağaraq, bizim təbəqədə olan insanlar nağarsan. Mənə bir yalancı ümid ehtiyacım yoxdur əzizim. Sən varsa sən bilərsən. Yaxşı, bax sənin verdiyin, bir dəqiqə bizə göstərdiyin ideyada nə var səncə? İdeyada sorğulama yeteneği var. Bir dənə cavab verin. Muzadil, sən müsəlmansan qardaşım. Yox, Azərbaycanlıyam qadınam. Müsəlman namaz qılmıram. Bildim Azərbaycanlıyıq, hamımız Azərbaycan. Namaz qılmıram. Yox, hansısa bir dinin var. Din tapmamışam, brat özüm üçün hələ. Yox. Bəs sən yaxşı hansı şeydən ümiddən danışırsan? Sən nə ümidin ola bilər ki? Nasıl жизнь-də qaqa? Həyatda mənada niyə üçün yaşayırıq biz? Ay qardaşım, onu bildim. Sən deyirsən ki, yenə heç olmasa ümidin var. Sənin hara ümidin var? Müsəlman o gündə 5 dəfə namaz qılan yenə inanır, bilir ki, hansısa bir ritualla gedir. O nəsə eləyəcək. Sən nəyin ümidini gözləyirsən? Bax, onu deyirəm də, boşluqdur. Boşluğu nə ilə doldurum? Elmlə, savadla. Gəl otur hər gün burada qulaq as, dolduracaqsan. Elm savadla doldurdum. Elm savadma sonunda bir şey demir axı. Başa düşsən? O biraz Ha qardaş, mən də deyirəm ki, o sonunda deyən şey zaten səndə bağlıdır. Səndə yoxdur axı. Sən ücə itirmisən. Heç olmasa bunu qazan da. Burada gəl otur hər gün. Yavaş-yavaş. Belə söz deyim. Belə söz deyim. Mən Rusiyada yaşayıram. Burada müsəlman qardaşlarla dostluq elədim, yoldaş elədim. Çox istədim. Çox. Belə mənim yaxın dostum dinə İslam'a gəldi. O məni gətirdi, getdik, namaz qıldıq. Dedim ki, mən varsa əgər mən o olanı aldatmaq istəmirəm. İçimdən səmimi gəlmirsə eləmirəm. Qardaş, inanamıram. Nə qədər özümü məcburladım. Kitablar oxudum, YouTube'da videolara baxdım, orada girmədi qardaşım, içimə girmədi. O deyirlər iman, eləyənmədim. Mən boş fəlsəfiyə üstünlük qoyuram, kim dinə, İslam'a. Yoldaşlar 50K olmağımıza 600 nəfər qalıb. Takip atmayanlar takip atsın, mümkünsə 50K olaq. Hə, buyurun. Zadel, səndə heç biri yoxdur. Nə oyanlıqsan, nə boyanlıq. Elə bir ki, şübhətdə qalmışsan. Ay, sağ ol. İndi sənin başqa çarən yoxdur da. Hər gün gəl otur, çeviyə qulaq as. Damcı, bir də görərsən ki, doldurmuşsan baçuqu. Başqa yolun yoxdur sənin. Çox. Nə bilim. Sizə bir dənə söz deyim, qardaşlar. Bax, elə çoxdan fikir verirəm. Nə ateizm düzəməli bir şey demir, nə deizm düzəməli bir şey demir. Nə də İslam. Mən istədiyim sualıma cavabımı nə orada, nə burada. Heç orada tapanmamışam, qardaş. Qaqa, bir kəlmə deyim. Sən doğruları soruşturmaq istəyirsən, amma o alınmaz axı.
Bax, hər kəs birincisi özü axtarıb tapmalıdır öz həqiqətini. Kim harda nə Kömək eləyən də olmalıdır. Onun üçün problem Yox, bir də eləyən bax, kömək bax, özün istəməsən heç kim sənə kömək İstiqamət qardaş. Bildim. Dəqiqədə bir sözümü kəsmə, qoy deyim. Bax, mən də müsəlman olmuşam da 40 yaşına qədər müsəlman gəlmişəm. Amma müsəlman ola beynim, riyazi təfəkkürüm həmişə məni dümsükləyib ki, yox, burada nəsə nitoz edir. Nitoz, ay qadın. Bunlar. Amma Allahın qorxusundan, xofundan, yəni gedib dərinə girməmişəm. Amma bir dəfə dedim ki, bəsdir də bu qədər. Getdim, girdim, baxdım, araşdırdım, baxdım, gördüm ki, hamısı boş şeydir. Mən sonra öz dizimə döydüm ki, niyə mən indiyə qədər mən bunu araşdırmamışam? Niyə bu qədər buna məsuliyyətsiz yanaşmışam? Çünki mən çox məsuliyyətli bir müsəlman idim. Hər gün Allahımla danışırdım, hesabat aparırdım, çox narahat olurdum. Psixoloji olaraq gərgin idim. Mən indi o həmin gərgin psixoloji durumdan çıxmışam. Mən rahatam, mən özümü azad bir insan kimi hiss edirəm. Amma o vaxtı azad insan hiss eləmirdim. Allahın qul kimi hesab edirdim. Bundan böyük xəzinə ola bilər, bundan böyük rahatlıq ola bilər. Bu ümid deyil, bu fakt real yaşadığım xəzinədir. Bu boyda xəzinəni mən qoyub, harasa ümid eləyim, kimsə qabağıma çıxacaq, nəsə olacaq. O dünyadan da heç kim qayıtmayıb, heç bir dəlil sübut da yoxdur. Belə qəbri də qazanda baxırsan, görürsən ki, sümük qalır burada. Adam özü bütöv çıxıb getsəydi, yenə fikirləşərdim ki, bu harasa çıxıb gedir. O da yoxdur. Bitti, bu qədər bəs edir məncə. Azər, bilsən nə fikir vermişəm? Mən bəzən sırf İslama inanıb, İslamla yaşayan insanlara bəzən deyirlər, o belə zavist deyirlər də, yəni paxıllığım tutur, nə barədə? Deyirəm, keyfdət də bu adam, inanıbdır, yaşayır, o dinlə də yaşayır da, yəni hayf ki, məndə elə şey yoxdur. Hayf ki, məndə o şey yoxdur, onlarda olan, inanım. Çünki mən beynimi elmlə doldurdum. Mən Jacques Fresco'ya qulaq asdım. Mən çox filosoflara bəzən özüm indi addan bir saymayacağım da, indi yadıma düşür. O hepsini yadıma düşür. Muzafir, çox üzr istəyirəm qardaşım. Bax, sənin şəxsi həyatın, bioqrafiyan buradakılara çox da maraqlı deyil. Bax, nəzərə al. Burada da adamlar gözləyir. Bunlar artıq söhbətlərdir qardaşım. Konkret sualın varsa sual ver. Açıq deyirəm. Yəni bunu kobudluq kimi başa düşmə, amma həqiqət Yox, mənim şəxsi sualım məncə bəzi buradakı yoldaşların çoxsuyla əlaqəli olan bir suallardır. Yaxşı bax, yaxşı niyə yaşayırıq, niyə gəlmişik, niyə ölürük, yaxşı varıqsa, niyə ölürük sonra? Görsən savadsızsan da bilmirsən, entropiyanın qanunlarını bilmirsən. Savadsızsan informasiya verir də. Bilməm, çevik vermək istəyirsə verər. Əzizim, entropiya nizamdan kaosa gedən bir sistem var və biz buna davamlı enerji qəbul edərək qarşı qoyuruq. Başa düşürsən? Və bir də bizim genetik sistemimizdə telomerlər var, O telomerlər hər ATP sintezində qısalır. Axırda sintezləyə bilmirsən, getdi. İşin bitir. Axşamınız xeyir olsun. Termodinamiğin yasalarından biridir entropiya. Başka bir şey var. Hər vaxtın xeyir, xoş gəldin. Başqa bir şey yoxdursa, mən Azər bəy sizə bir sual vermək istəyirəm. Elə dediniz sualım varsa, qardaş, elə mənim bir sualım var. Olar ki, mən bir sual vereyim. Buyur. Əgər bölmürəmsə, digər bəylərdən də üzr istəyirəm əvvəla. Efrivizual namında salamlayıram. Məndən maraqlı olan bir şey var. Ümumiyyətlə, siz bəyə dediniz ki, elm, savad, bu şeyləri öyrənmək istəyirsənsə, tez-tez gəl bu canlıya get. Mənə maraqlıdır. Ümumiyyətlə, elm, savad, bu kimi şeylər niyə məhz ateizmin mövzusu olur? Çünki biz bildiyimiz qədərilə elm dediyimiz şey, savad dediyimiz şey, hətta fəlsəfə müəyyən qədərinin bir qismini qırağa qoysaq, məsələn, əxlaq olsun, siyasət olsun, bu məsələlər öz-özlüyündə bir mənalı ateizm mövzusu deyil. Niyə? Çünki siz qardaş axşama qədər coraba məsləhəmək olar, olmazmı müzakirə edin? Yox, qəşəng cavabım. Sözümü kəsirsiniz. Qardaş, sözümü kəsirsiniz. Azər bəy, bir dəqiqə. Birincisi, çünki niyə bu belədir? Yox, bunun nə dəxsi var? Biz bir dəqiqə ateizmlə danışırıq. Çünki siz ayağınıza məhz çəkirsiniz. Piriçom ayağa məhz çəkməyin. Mən başqa şeydən danışıram. Mən burada ateizmlə danışıram. Siz niyə ateizmlə danışmaqdan çəkinirsiniz, Sevic bəy? Yox, ay Müntəzir, mənə sualımı bitir, xahiş edirəm. Sualım budur ki, ümumiyyətlə biz bilirik ki, ateizm, yox bitirməmişəm. Ateizm çox dar və spesifik bir mövqeyidir. Niyə? Çünki sadəcə Tanrının və ya ilahi varlığın
Bir dəqiqə də qardaş, icazə ver bitirim. Düz deyil, düz deyil. Ateizmdə heç bir şey yoxdur da, Tanrı yoxdur, vəsə. Hə. Aha. Çünki ateizmin mövzusu sadəcə Tanrının və ya belə deyək də ilahi varlığın mövcudluğunu qəbul etməməkdir. Yəni ateizmin mövzusu budur. Ateizm, bir də üzr istəyirəm, biz deyirik ki, ateizm nədir? Bunu hamı bilir. A inkar artikılı, teizm, teos sözündən gəlir. Mənası yəni Tanrı yoxdur. Məna budur. Məsəl üçün bir insan çox elmli olub ateist ola bilər, razıyam, bu okeydir. Başqa biri çox elmli olub dindar da ola bilər. Yəni bir insan savadsız ateist ola bilər, savadsız dindar da ola bilər. Ümumiyyətlə və ya bir insan yobaz olduğu təqdirdə ateist də ola bilər, yobaz olduğu təqdirdə dindar da ola bilər. Yəni bunlar okeydir ki, yəni bir insansı xarakteristik xüsusiyyətdir bu. Yəni elm ateizm və ya nə bilim savad ateizm kimi bu məntiqi bərabərlik, belə bir bərabərlik yoxdur. Amma mən bilmək istəyirəm ki, siz o bəyə hansı əsasa görə dediniz ki, bu canlıya gəl. Və buradan elm öyrən. Yəni burada bir elm adamı varsa bunu bilmək istəyirəm. Çünki mənim o elm adamı hansı sahə üzrə elm adamıdırsa suallarım olar ki, nəsə öyrənim. Yəni buyurun, dinləyirəm sizi. Tamam, okey. Bax, birincisi belə deyim, bayaqları mən efir açmışdım. Orada kifayət qədər bioloq da vardı, fizik də vardı və mən bu efirə qatılmamışdan qabaq açığı nə ilə məşğul idim? Fizika sahəsində olan yenilikləri dinləyirdim. Yəni bunu bir-birimizdən biz paylaşırıq. Ümumilikdə bu efirə çıxan adamlar, məsəl üçün, bir-birimizdən öyrənirik. Məsəl üçün, mən Çevikdən də öyrənirəm. Çevik ola bilər məndən hansısa bir şeyi öyrənir. Və biz riyazi təfəkkürlə, soyuq məntiqlə baxırıq məsələlərə və bizim əlimizdə yəni uydurma dinlər yox, başqa bir şey yox, alternativ bir şey yoxdur. Elmdən başqa bir şeyimiz yoxdur. Ona görə deyirəm ki, gələm qaqaşa əvvəlcə dedim ki, sənin namazın var, dedi yox. Heç nəyin yoxdur ki, sən nəyə ümidlənirsən? Yenə gündə 5 dəfə namaz qılan bir dindar adamın bir ümidi var. Yalancı da olsa, doğru da olsa bir ümidi var. Səndə bu da yoxdur. Bu da yoxdursa, gəl otur burada, heç olmasa bunları dinlə. Yox, istəmirsənsə, öz həqiqəti özün tapmalısan. Bunları da eşitdin yəqin ki. Bunları da dedim. İndi mənə cavab ver, görün, mənim verdiyim məsləhətdə nədir problem? Baxın, Azər bəy, əvvəla fikirlərinizi bildirdiyiniz üçün sizə təşəkkür edirəm. Burada məsələ nədir? Siz deyirsiniz ki, bizim əlimizdə biz çox soyuq məntiqlə baxırıq məsələlərə. Bizim əlimizdə açıq-aşkar, belə deyək də, uydurma din yoxdur, uydurma bir inanc yoxdur deyirsiniz. Halbuki biz dünyanın ən böyük elm adamlarından olan, hətta bir çox insanların, bir çox müasirlərin nəzərində dünyanın ən böyüyü və ən nəhəngi olan Newtonun dindar olduğunu bilirik. Einstein'in klassik teist olmasa da tam ateist olmadığını bilirik. Nə bilim, biz bu günlərin bunları bildiyimizə görə, bunların bizə verdiyi istinadların əsasını götürürük ki, yəni bir inanc, hər hansısa elmi tədqiqat aparmaqda, elm adamı olmaqda heç də qarşıt bir şey deyil. Yəni bizim qarşımıza bir səd qoymur ki, sən dindarsansa Newton ola bilmərsən. Halbuki Newton dindar idi və Newton idi. Və mən bunlardan əlavə biz nə edirik? Biz ümumiyyətlə mənə maraqlı olan ateizm məsələsidir. Newton soruşmaq ayıb olması, planetlər arası məsafəni ölçəndə və planetləri təyin eləyəndə, eyni riyazi metodika ilə təyin eləyəndə bu planetlərin ora qoyulmuş, bəzək üçün qoyulmuş və şeytana atılan ulduzlar olduğunu düşünürdü. Azər bəy buna cavab verəndən sonra sənin sualıma cavab verək. Xeyr, Newton müsəlman deyildi. Bunu hamımız bilirik də. Bu nə məntiqsiz arqument. Newton müsəlman olduğunu düşünürsənsə, Çeviç, bu sənin öz problemindir. Sənin Newtondan xəbərin yoxdur onda. Bax, müntəzir. Dindar olsa da müsəlman deyildi deyənlərə də bir dənə söz deyim. Əgər dindar idisə da müsəlman deyildi deyirsinizsə, o zaman boynunuza alın dürüst şəkildə. Mən həyəcanlı deyiləm. Aşağıda yazanlara deyirəm. Mən naşiqdəyəm və ona görə. O zaman boynunuza alın ki, probleminiz sizin məhz İslamladır. Bunu boynunuza alın. Ümumi dinlərlə deyil. Hazır abi, bir dəqiqə səhv bir şey dedi. Çox səhv bir şey dedi, o düzəlməlidir. Newton simya ilə məşğul idi və xristiyan inancında və katolik kilsəsinin qanunlarına görə bu şeytan əməlidir. Yəni siz Newtonun xristiyanlığı da xristiyanlıq falan değildi. Amma əlqərəz sizin ümumiyyətlə sizin mövqeyiniz ki var, yəni bu günlərin bizim hamımıza təqdim etdiyimiz, ortaya konsepsiya olaraq qoyduğumuz ateizmə bir mənalı olaraq zidd idi də. Yəni mənə ən çox bilirsən nə maraqlıdır Çeviç. Bu aşağıdan əhsənləyənlər var, əhsənləyənlər. Həqiqətən sənin bu az öncə dediyi və niyə əhsən desinlər? Mən bunu anlamıram. Çünki
Bu adamın Newtonun şeytana tapması belə sizə ziddir. Yəni ateizmə ziddir. Niyə əhsən deyilir? Mən onu anlamıram. Yəni bir düşünün. Uşaqlar toplu şəkildə əhsən deyin. Toplu şəkildə əhsən yazıb o daha da dəli olsun. Əhsən deyil. Hamı əhsən desin ki, Azərbaycan dediyi kimi soyuq məntiqlə baxırsınız mövzuya. O qədər gözəl əhsən deyirsiniz ki, Ay əla. Müntəzir, bir dəqiqə. Buyurun. Xahiş edirəm biraz sakitliyi qoruyaq. Mən qışqıra bilmirəm. Mənim səsim çıxmır. Mən nazik deyəm, səsim ona görə yüksək çıxır. Hə, biraz yavaş danışaq, xahiş edirəm. Tamam, Bax, mən baş. sənə başın var olsun. Birincisi, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bizimkilər bəzi efirlərdəki adamlardan fərqli olaraq söyüş söymürlər, əhsən deyirlər. Problem yoxdur. Onların seçimidir, azarkeşliyidir. Orada heç bir sıxıntı yoxdur. Əla, mən razıyam, heç əladır. Yəni əhsən sözü ərəb sözüdür, ən çox biz işlədirik, problem deyil. Özümü Buyurun. kəsmə, xahiş edirəm. Qoy bir an bitirim. Ən çox siz işlədirsiniz və siz ən çox ərəbə yaxın olan sizsiniz. Ayda. Əzizim, adam... Yo, adam. ən çox Eşqə ərəbə sən yaxın müntəzir. olan Seviç idi. Mən də qışqırım. Bir dəqiqə, biraz sakit olun da, biraz səbirli olun. Baxın, adam qayıdıb mənə demir ki, mən müsəlman ola elmə yiyələnə bilərəm. Bunu demir. Adam deyir ki, mənim nə dinim var, nə də bu tərəfi keçə bilmirəm. Mən qalmışam şipaqatda. Mən elə bir adama, yəni normal bir məsləhət vermişəm. Və mən heç vaxt heç kimə demirəm ki, sən müsəlman ola alim ola bilməzsən. Bu, sən verdiyin sual elə bir manipulativ sualdır ki, sanki müsəlman olan bir şəxs alim ola bilməz. Mənim dayım Azərbaycan Respublikasında tanınmış həkimdir. Öz sahəsi üzrə. Yəni hacı adamdır. İstirahətə Antalya'ya getmir, Kərbalaya gedir. Nə olsun? Aydındır. Yəni demək istəyirsiniz ki, bir adam inanclı, dindar, hətta xüsusən müsəlman ola da böyük bir elm adamı ola bilər də. Bundan yəni mən almaq istədiyim cavab buydu. Sualın pik nöqtəsi hardadır? Bəs bu sualın cavabı verildi. Sualın pik nöqtəsi deyirəm harda. Pik nöqtəsi sən hardadır? Bunu cavablayın ki, ateizm. Bir adam dindar olaraq Azərbaycanla bitirim, Seviç, sonra səndən davam edəcəm. Saygısızlıq edirsən, mən demə yayınımda. Saygısızlıq edirsən. Yox, növbəni sən gözlə də, biz Azərlə danışdıq, Azərbaycanla. Yox, 20 dənə boşluq buraxdın, onları bir-bir düzəltmək lazımdır. Tamam da sən boşluqları düzəltməmişdən qabaq sualı verin də, bir dənə. Ay Azərbaycan. Seviç bəy. Ay yoldaş, bir dəqiqə dedim ki, saygısızlıq eləmə də. Ay qardaş, niyə qışqırırsan? Ay Azərbaycan, sualıma niyə cavab verilmir burada mənə? Cavab veriləcək, sabirli ol. Qardaş, niyə qaçırsınız sualda? Efirin yiyəsi deyə Çevik. Mən nətər? Bildim efirin yiyəsi olanda Azərbaycan. Evet ya. Mikrofonu bağla. Mən mikrofonumu niyə bağlayırsan? Sən bayaq çünki danışmağa imkan vermirsən. Qardaş, mənim mikrofonumu siz onda sizə xoş efirlər, mənim mikrofonumu bağlayırsınız. Salamat qalın. Salam. Heç bir öncəliyin yoxdur. Kim olursa olun. Qaldı ki, Azər abi bayaqlarım dediyi sözdür ki, ateizm çox bir dar bir fəlsəfədir. Ateizmin naturalist fəlsəfəsi bütünlükdə elmi metodologiyadır. Və bütün dinlərin, tək bir dini yox, bütün dini külliyyatın 4 qatıdır. Heç kim iddia edə bilməz ki, ateizm çox dar bir fəlsəfədir. Bu bir. İkincisi də ki, bunun açıqlamasını verim mən dəlili ilə verəcəm. Təbii ki, dəlili ilə. Ateizmin təməl fəlsəfiyə yaxınlaşması ontologiya, varlıq fəlsəfəsi, epistemologiya, bilgi fəlsəfəsi və əxlaq fəlsəfəsi üçünə də istinad edə biləcək gücə sahibdir və tamamında da naturalist fəlsəfənin daxilindədir. Naturalizm zəif fəlsəfədir deyən adamı da nə qədər ağlı yoxdur. Bunu bilsinlər, kim istəyirsə bilsin. Kim istəyirsə bunun diskusiyasına da girərəm. Naturalizm bütünlükdə elmi bir metodologiyadır, elmin ən çox istinad elədiyi metodologiyadır və naturalizmə zəif metodologiyadır ya da zəif fəlsəfədir deyən adam əlində tutduğu telefondan qulağına taxdığı qulaqlığa qədər hər şeyi naturalizmə borclu olduğunun fərqində olmalıdır. Mən bir dənə bir şey demək istəyirəm. Əvvəla mən onu eşitdim ki, deyir ki, ateizm bir dar çərçivə sözünü eşitdim. Yəni o Bəli, çox barədə ciddi bir xətadır bu. Çünki ateizmin istinad elədiyi ən önəmli fəlsəfə naturalizmdir, naturalist metodologiyadır və naturalist metodologiya bu gün var olan bütün texnologiyanın sahibi sayılacaq qədər mərkəzidir. Okey. Metodologiya başqa bir şeydir. Çərçivədə dedi Tanrını, mən başa düşdüm onun nə mənada deyir ki, Tanrını inkar edirsiniz. Bundan başqa məsələn orada başqa bir əxlaqi, məsələn məişət qayda qanunları, həm hüquqi qayda qanunlar falan filan bunların olmadığını mən anladım və dedim ki, okey. Amma məsələ burasındadır ki, ay Müntəzir, əgər məni eşidirsənsə, birinci bu mənim efirim deyil, Çeviyin efiridir. İkincisi də ki, qardaş, biz sizin efirə gələndə biraz səbirlə, taktika ilə, diplomatiya ilə gəlirik.
Səndən də həmin şeyi gözləyirik də. Nə olub burada elə həqiqətən də özünü belə efirin yiyəsi kimi aparmaq lazım deyil axı. Bir səbirlə gözləmək lazımdır. Mən sənin efirə nətər sakit tərzdə gəlirəm. Olmaz belə. Həm də manipulyativ suallar vermək lazım deyil. Adam gəlib bizə konkret bu məsələni araşdırmağa gəlib. Demir ki, mən müsəlman ola, alim ola bilərəm, yoxsa yox. Adam deyir ki, mən istifaqatdayam. O tərəfi qəbul edirəm, nə tərəf? Hə, yəni məsələ budur. Axşamınız xeyir. Axşamın xeyir Vasif bəy. Mən qısa bir sual verəcəm. Belə çox bir maraqlı sual olmaya bilər. Prosta özüm üçün maraqlıdır. Vaxtınızı alsam qısa deyib keçərsiniz. Belə bir şey bu gün eşitdim ki, deyirlər ki, Peyğəmbərin 16 dənə arvadı olub. Belə bir sual da var ki, 4 dənəyə icazə ver. Niyə bizə 4 dənəyə, misal üçün müsəlmanlıqsa, müsəlman ideologiyasındayıqsa, bizə 4 dənə, 16 dənə? Sənin bilmədiyin Peyğəmbərə özəl yetkilər verilib bu mövzularda, qadın mövzusunda həm də özəlliklə. Əhzab surəsi 50-51-52. Aramızda qalsın amma. Məsəl üçün bizə xala qız almaq olmaz, amma Peyğəmbər olar. Bizə dayı qız almaq olmaz, amma Peyğəmbər olar. Zəhmət olmasa surəni deyin, mən bir dənə onu tərcümə Əhzab surəsi 50-ci ayət, 51-ci ayət, 52-ci ayət. Bax, oxu gör orada nə özəllikləri var, nə öncəlikləri var. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Gecəniz xeyir. Xeyir, gecən xeyir olsun. Keçən dünən axşam bir dindarın canlısında olub, ona bir-iki dənə sual verdim. Adam mənə elə bir cavablar verdi ki, Allaha and olsun, şok oldum. Demək, belə bir ona sual verdim ki, hər şey dində çox şey haramdır, araq haramdır, sigaret haramdır, nə bilim o haramdır, zina haramdır, bu haramdır. Bizə də yeganə ən gözəl qəbul elədiyi halal şey qənimətdir. Qadınları qənimət götürməkdə, istilə elədiyi yerlərdə qadınları qənimət götürməkdə deyirəm. Deyim, bu qadınları qənimət götürürsünüz, kəniz edirsiniz, bunu edirlər. Bunun səbəbi nədir? Bu Allah ki, bu insanlara azadlıq verib. Danışanın səsini bağladım mən. Kimin səsini bağladım? Səhvin bağladım. O bir şeydir səs gələn gəlsin. Qardaşım Qasımov bir dənə açdı mikrofonu. Çaşıb bağladım sənin səsini. Hə. Çox qəribə cavablar verdi. Deyir ki, qadınlar istilə olunan qadınlar kəniz kimi ona görə saxlanır ki, o küçədə qalmasın, orada qalmasın. Deyirəm ki, qadın da insan yaradıb. O da ağlı var, təfəkkür var. Mən istəmədiyim yeməyi mənə necə yedirdirərsən? Sən bu qadın səni istəmirsə, onu necə özünə kəniz edə bilərsən? Adam çox təhlükəlidir. Yəni bu iddiadır da, başa düşürsünüz. Biri var inanc. İnanc var, biri var iddia var. Sualım ki, o hansı ayədədir ki, mən o prosto surənin ayəsini unutmuşam. Deməli, deyir ki, əldə olunan qənimətdə bir Allaha, bir Peyğəmbərə məxsusdur. Ondan sonra da ikinci ayətdə də deyir ki, yox, birinci ayətdə deyir bir Allaha, bir Peyğəmbərə məxsusdur qənimətdə. İkinci ayətdə deyir ki, 5də biri Allaha, Peyğəmbərə məxsusdur. Bunlar bildiyimiz şeylərdir. Bunlar bildiyimiz şeylərdir. Ay qardaşım, bildiyimiz şeylərdir. Rahat ol. Təşəkkürlər. Uşaqlar üzr istəyirəm. Uşaqlar çatdan bir şey soruşacağım. Bu müntəzir şey istəyir. PK istəyir. Sizin o qeyriniz yoxdursa, yoxdur. Seyf bəy, sualım var, onlar əsas. Hə, buyur əzim, sualı ver. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Seyf bəy, bir fikrim barədə aparmaq istəyirəm. Səsim normal gəlir. Qardaşım, gəlir də, uzun eləmə də. Müntəzir bəyə də sualım vardı, heyf ki çıxdı. Mən ümumiyyətlə İslam dininə inanan biri olmuşam vaxtında, amma araşdırdıqca baxırsan ki, çox boşluqlar var. Amma Allaha inanıram. Amma sizə bir sualım var. Məsəl üçün, bu sualı Müntəzir bəyə vermək istəyirəm ki, İslamda buyurulur ki, biz insanı ən doğru biçimdə yaratdıq. Quran-ı Kərimdə buyurur da, düzdürmü? Amma İslamda sünnət deyilən bir şey var, üzr istəyirəm. Yəni, yoxdur, Quranda yoxdur sünnət falan. Yoxdur. Yaxşı, bir sual verim də sizə onda. Yəni, bəs bu hardan yaranır? Orada bir milli adətən nədir? Ərəblərin adətən nəsidir? Ərəblərin və Yahudilərin. Yahudilərdən ərəblərə, ərəblərdən də bizə.